Əziz dostlar, bir sevindirici xəbəri sizin diqqətinizə çatdırmaq istəyirəm. Yəqin ki, hər birinizin xəbəriniz var ki, bir neçə gün bundan öncə Şirvanda Nizami küçəsi 2 ünvanında kanalizasiya quyusunun yer səthindən aşağıda olmasını və bu səbəblə də avtomobillərə çox ciddi ziyanlar dəyməsi ilə bağlı bir video sujet hazırlamışdım. Videodan dərhal şəhər icra hakimiyyətinin başçısı İlqar müəllim xəbər tutandan sonra dərhal ərazinin təmir olunması ilə bağlı xüsusi göstərişlər verib aidiyyatı qurumlara və hazırda isə həmin sözügedən ərazidə yol səthi ilə bərabərləşdirilib kanalizasiya quyusu və beləliklə də sakinlərin və digər yol hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunub. Ümid edirəm ki, bundan sonra da şəhərin bəzi nöqtələrində baş vermiş bu cür çuxurlar da eyni aqibəti gözləyərək təmir olunar.